Məşhur budur ki, Həzrət Mehdi Əccəlallahu Fərəcəhu Şərif Hicrətin 255-ci ilində Şəban ayının 15-də Samirra şəhərində dünyaya gəlibdir. Atası 11-ci imamımız İmam Həsən Əsgəri əleyhissalam, anası Nərcis xanımdır. Bişir ibn Süleyman deyir, bir gün Həzrətin Qulamı, xidmətçisi Kafur adında bir şəxsi ki, gəldi məni çağırdı, dedi, bəs ağa İmam Əli Gənnəqi əleyhissalam səni çağırır. Mən getdim Həzrətin evinə, onun çağırışına, mənə bir namə kağız verdi. Bağdad şəhərinə göndərdi, Bağdad şəhərinə gəldi, bazar ki qızışdı. Mən nə cür ki İmam əleyhissalam demişdi, o cürə də hadisələri gördüm. Həmən görkəmdə, həmən rəngli parçada olan bir xanım vardı ki, birçoxları istədilər ki, zəngin ərəblər onu alsınlar, lakin razılıq vermirdi. Mən irəli gedib o xanımı almağı istədim ki, ağam tərəfindən mən məmuram və o məktubu da mən həmən xanıma uzatdım. O xanım məktubu alıb oxuyan kimi gözləri yaşardı, sevindi və məktubu öpdü. Öpdü, gözünün üzərinə qoydu. Bu xanım əsirlər arasındaydı. Dedi, mən Rum qeysərinin qızıyam. Mənim adım, ata-anamın mənə qoyduğu ad Məlikə adıdır. Demək, Yaşuanın fərzəndiyəm, övladıyam. Mənim anam da Həzrəti İsa Peyğəmbərin vəsisi olan Şəmun İbn Həmmun İbn Səffanın övladıdır. Mənim anam o nəsildəndir. Nərciz adını mən götürdüm.